Allah Resulü buyurur ki sallallahu aleyhi ve sellem, eğer bir kişi öz kardeşine ya kafir, ey kafir deyərsə, fəqad bə bih əhaduhuma. Yəni bu söz ikisindən birinə qayıdar. Yəni ikisindən biri kafir olur. Yəni ya o kafirdir ya ona söz deyən, ya da ki sözü söyləyən. Hədisi İmam Buxari rivayət edir. Bu onu göstərir ki, bir müsəlmana kafir demək təhlükəlidir. Böyle deyir ki, öz qardaşına, söhbət doğma qardaşından getmir, yəni din qardaşına. Yəni bir müsəlman qardaşından kafir deyərsə, haqsız yerə, şərtlər olmadan, maneələr aradan qalxmadan, belə kafir deyərsə, sağa sola bəzi insanlar edirlər, kəlmə ikisindən birinə qayıdacaq. Ya o kafirdir, ya söyləyən. Və biz də bunu vallahi təcrübədən görmüşük. Haqsız yerə o qədər müsəlmanı təkfir edən kəslər gördük ki, sonunda vallahi kafirdən seçilmiş. Aralarında ateist olanlar oldu. Aralarında deist olanlar var. Quranilər yaman çox yayılıb. Bəzi Quranlərin keçmişinə baxanda görsə ki, təkfirçi olub. Və ya deyək, quburilərdən olan var indi. Bəzi insanlar vaxtı ilə müəyyən məsələ səni küfrdə ittiham edirdi. Bəzi məsələlərdə. Və ya sənə olmasa da deyək, lap başqalarını. Kafirdir. Birbaşa kafir deyirdi. Lap deyək ki, ondan bir bidət, şirk üz veribsə də. Birbaşa deyir kafirdir. Heç bir şərtlər, maneələr olmadan. İndi həmən şeylər özü edir və dindən sayır. Ne görsən, bəzi quburlərin təvəssüldə, qadağan olunan təvəssüldə, qadağan olan şəfaətdə görsən, xətalar var da, küfri xətalar var. Birbaşa deyir, bunlar kafirlərdir. Deyir, qardaş, hələ hüccət qaldırmamısan, bu adam cahildir, cahillik üzürdür, təvili var və s. Yox, kafirdir. İndi özü o şeyləri dindən sayan adamlar var. Və dünənə kim deyirdin kafirdir? Görsən, artıq üzvə qayıdır. Yəni, keçmiş əqidəvə baxsan, sən kafirsən. Və ya namazın tərk et, deyir kafirdir, birbaşa kafirdir. Deyir, qardaş, yəni, bu sənin işin deyil, o alimə, qazə və s. insanlara aiddir. Məsələdə ixtilaf var, səhih görüş odur ki, kafir deyil. Hətta bu kəlmə belə hamı demir. Bu kəlmənin demək ağırdır. Sonra qazi təyin olunur, möhlət verilir, həbs olunur və s. Sonra yenə bu boyda haqq hesablar tutulursa, yox, mən namaz qılmıram, bir yerə onda kafir deyən alimlər var. Bunlar hamısı baş verməyib, deyirsən kafir. Sağa sonra qonşu Məhəmməd kafirdir, filan kəs kafir. Niyə namaz qılmır? İndi aralarında vallahi namaz qılmayanlar var. Allahın nazil etməyən, nazil olduğu ilə hökm verməyən deyir kafirdir. Baxırsan ki, özü isə o hökmləri tətbiq eləmir. Allahın nazil etdiyi ilə hökm vermir. Həyatının bütün məsələlərini. Elə bilək təkcə bu şeylər qanunlara aiddir. Subhanallah. Hər məsələ aiddir. Evdə, ailəndə ədalətsizlik edirsənsə, Allahın nazil hökm verməmsən. Allah da məgər bizə belə əmr edir. 2 zövcən var. Və 3 fərqi yoxdur. 2 zövcən var. Birinə qarşı adilsən, mərhəmətlisən, qayğın çox, diqqətin çox. O birisi bunlarda məhrum olub. Allahın nazil etdiyi ilə hökm vermirsən. Birini çox incidirsən, o birisini incitmirsən. Birini hədiyyə alanda o birisini almırsan. Belə şeylər çox yayılıb. Bəli, şəriətdə çox arvadlıq var. 4-ə kimi var. 4 dənə ala bilərsən. Bəzi müsəlmanlar var, 2 yoldaşı var və 3 fərq eləmir, yəni birdən çoxdur. Görürsən ki, ədalətsizlik edir. Adil deyil, davranışında olsun, gecə həyatında olsun, rəftarında olsun. Bəli, məhəbbət sevmək bura daxil deyil. Birini çox sevə bilərsən. Allah Rəsulü ən çox kimi sevirdi qadınlarla? Ayşəni. Bu şeydən insan qınanmır. Lakin söhbət müamilədən gedir, rəftardan gedir, qayğıdan gedir, diqqətdən gedir. Burada adil deyilsənsə, qiyamət günü bir tərəfin əyilmiş formada gələcəksən. Deməli, Allahın nazil etdiyi ilə hökm verməmsən. Bu ayə bu məsələyə də aid, təkcə qanunlardan söhbət getmir. Müəllim sinifdə bir tələbə qonşumun oğlu deyib 5 yazırsa, 5-ə layiq deyil. O birisi heç tanımıram, haradasa gəlib mikrofonda, amma bu məktəbdə oxur, onu mən sıxışdırıramsa, lazım olan dərəcəm vermirəm. Hətta lap deyək ki, layiq olan dərəcəm verirəm. Amma onu artıqlamasını verirəm, qonşumun oğludur, nə bilim, qohumun oğlu deyir ki, adil deyilsən. Nətər olur? Bu birisi qonşunun oğludur, qohum əqrabanın oğludur, layiq olmayan dərəcəm verirsən. Amma bu birisi yad bir insandır sənin üçün. Filan kəs bir adi bir tələbə, məktəb, şagird və s. Ona sən qiymətin kəsirsən və yaxud layiq olan dərəcəm vermirsən və yaxud da biraz fərqləndirirsən. İmtihanda buna suallar asan verirsən, bunu çətində sıxışdırırsan. Niyə bu qonşunun oğludur, nə deyər ayıbdır? Qohum əqraba nə deyər ayıbdır? Bu yox. Deyir ki, Allahın nazil etdiyinə hökm verməmsən. Vallahi o məsələ də bura aiddir. Şeyxlərdir bunu, özümüzdən deməmişik. Deməli, insan haqsız yerə kimisə nə də ittiham etməyə doğru deyil. Kiməsə ey zalim, ey fasıq deyirsənsə, elə deyilsə qox gözün olarsan.
Ey kafir deyirsənsə, elə deyilsə özün olarsan. Hədis onu demir, həmən kafir olursan. Yəni göstərir ki, tədricən qayıdıb özü kafir ola bilər, əgər o kafir deyilsə. Deməli, hədis səni çəkindirir ki, sağa sola kimə gəldi, ey kafir demə, ehtiyatlı ol. O sənin mənim işim deyil. Bəli, insan kafir deyərsən, adam kafirsə desən kafirdir. Yoxsa, xüsusən ixtilaflı məsələlərdə sən durub kiməsə kafir deməyin, qardaş, o doğru deyil. Madam ki, məsələ ixtilaflıdır, ehtiyatlı ol. Məsələn, əhlindən qaytar, çözümünü əhlindən qaytar. Sənin işin deyil. Bəli, biz deyirik, Nəsanilər kafirdir, İvandır, Petrovdur. Elə şəxsi də müəyyən də desən kafirdir, belə ümumi də. Amma bir adam ki, özdə müsəlman deyir, müsəlmanların adət ənələrini, dinini sayıb hesaba alır, yəni yaşayır, bacardığı qədər, eləməsə, deyək ki, namaz qılmır, amma müsəlmandır və bütün o müsəlman İslam qanunlarını bəli, söyləyir, bəzən əməl etməsə də sən ona kafir deməyən doğru deyil, axıdır. Ehtiyatlı olmaq lazımdır, çəkinmək, qorxmaq lazım. Birdən özünə qayıdır və biz də vallahi dediyim kimi təcrübədən görmüşük. Nə qədər insanlar var ki, bax belə sağa sola, kafir deyə bugün özü bədbəxt gündədir. Vallahi kafir günündədir, cahil günündədir. Neçəsini görmüşük qalır. Arada bəzən misal da çəkirik. O bir ara biz tərəflərdə bir ikisi var idi. Kafirdir, Allahın nazirliyinə hökm vermirlər, namaz qılmırlar, müşrikdirlər və s. Əski ilə gitdik, gəldik, gördülər ki, blokun ağzında siqaret çəkir. Filan kəs namaz da qılmır, tərk eləyib. Nə oldu bə sən baxdıysan, filan kəs kafir, müşrikdirlər, mücahidlərə təyin edirlər, Allahın nazirliyinə hökm vermirlər, namaz qılmırlar və s. Bu nədir sən? Bax, namaz qılmırsan, nə gündəsən, əlində siqaret. Namazı bəs tərk edirdin, küfürdür, böyük küfürdür, namaz qılmayanlar kafirlərdir. Nə oldu? Elə, deyir, nə olsun? Amma mən tağutu inkar edirəm. Yəni, bu demək istəyir ki, bu rəhbərlər, prezidentlər hamısı kafirlərdir. Bunu deyirəm, namaz qılmasam, amma mən deyir, tağutu inkar edirəm. Valla, sənin tağutu inkar etməyin kafir ol-ola heç bir faydası yoxdur. Elə bir ki, Abu Cəhil deyir ki, falan kəs deyir ki, falan şey tağutdur. Amma şəriəti qəbul eləmir. Faydası var. Otursun, adam desin ki, hədə Trump kafirdir. Trumpın, məsələn də, filan ölkələr, rəhbərləri kafirlərdir. Qanunlar hamısı kafir qanunlarıdır. İdarə edənlər kafirlərdir və s. və ilaxır. Amma bu adam heç müsəlman deyil, məsələn. Faydası var ona bu sözün. Xeyr, də kafirsənsə 100 dəfə deyilən ki, bütün nəsanilərin rəhbərləri kafirdir. Müsəlman rəhbərləri hamısı kafirdir. Amma özü də heç nə əməl eləmir. Nə ibadəti var, nə bir şey, heç nə yox. Hətta belə deyəndə deyirsə, mən müsəlman da deyiləm. Yəni, bunun bu tağutu inkar etmənin bir faydası var mı, qardaş? Yoxdur, heç o halda yoxdur, o ki, qaldı belə. İndi bu adam öz etiqadına görə kafirdir, qardaş. Sən öz etiqadına görə kafirsən, qardaş. Namaz qılmırsan. Kimə tabi olmursan? Ən böyük şeytan, ən böyük tağut kimdir? İblis. İblisə tabi olmursan, qardaş. Allahın nazirliyinə hökm verməmsən, sən namaz qılmırsan, namaz da ibadətdir, vacibdir. Niyə qılmırsan? 100 dəfə deyilən ki, filan kəs kafirdir. Qanunları idarə edənlər kafirdir. Tətbiq edənlər kafirdir, amma namaz yoxdur. Sənin etiqad görsən kafirsən, qardaş. Nə fərqi var ki? Düz başa düşmürlər. Şəriəti başa düşmədiyinə görə, şəriətin dilini başa düşmədiyinə görə, alimlər sözün başa düşmədiklərinə görə, bax, belə sağa o kafir, bu kafir, o müşrik və s. və ilaxır. Sonunda görürsən ki, özləri o gündədir. Bəziləri saqqal saxlamır. Qardaş, saqqal saxlamaq ibadətdir. Vacibdir. Allahın nazil etdiyi hökmdür. Səndə də bu yoxdur. İndi nə deyək sənə? Deyəsən, mən hökmünü qəbul edərəm, əməl yoxdur axı. Şeytana iblisə tabi olmursan, ən böyük tağutuna iblislərinə tabi olmursan. Zaten bütün bu günahları əmr edən kimdir? İblis deyil mi, qardaş? İstəyir şirk əmr eləsin, istəyir sehri əmr eləsin, istəyir, nə bilim, o qanunları, tağut qanunları əmr eləsin və s. Bunun hamısının başına iblis dayanmır, qardaş. Sən birinci el iblisi inkar edə bilməmsən cəməli. Qanunlardan danışsın. Özündə tətbiq eləmirsən, başqalarında danışsın. Şalvar topuqdan aşağıdır, hökmündən danışır, ona buna kafirdir. Sən özün şəriəti bu hökmü tətbiq edə bilmirsən. Bu da hökmdür də, Allahın nazil etdiyidir. Başqalarını qınıysan ki, elə bilsən, hər şey rahatdır. Özün elə bilmirsən adi bir şey. Hakimlərdən gözləntim çoxdur. Qardaş, sən harada yaşayırsan, hansı dünyada yaşayırsan, subhanallah. Fəhm yox, başa düşdün, qardaş. Düz əməd dini başa düşmür, sonunda bu belə bir fəlakət, belə bir müsibət baş verir.